Nurlan Amirov bildirir ki, Gürcüstanda oynayan gənc oyuncumuz Gent-ə gələ bilər, hücumçu. Belçika mətbuatında gördüm. Nə fikirləşirsiniz Amit bəy və Xanoğlan bəy? Mən o futbolçunu çox yaxşı tanıyıram. Yusifi nəzərdə tutur. Artıq bizim uzun müddətdən sonra, böyük çevirdən sonra Yusif artıq bizim U21 milli komandasına da dəvət olub. Çox istedadlı futbolçudur. Gürcüstanda səfərdə olduğum zaman şəxsən görüşdüm. Bir geniş müsahibəmiz Sport.info saytında da yer alır. Təxminən 1-2 il əvvəl. Azərbaycan millisində çıxış etməyi çox istəyirdi, çox arzuluyurdu. Təəssüf ki, müəyyən süni maneələr imkan vermirdi. Pasport məsələləri var idi. Və artıq demək olar ki, o problemlər aradan qaldırıldı. Artıq hücumçu Gənclər Millimizə dəvət olunub, toplanışda iştirak edir. Çox bacarıqlı bir futbolçudur. Hətta o dönəmdən Belçika klubuna keçidi gündəmdə idi. Belçika mətbuatının yazdığı kifayət qədər doğru məlumatdır, doğru informasiyadır. Bu barədə biz müsahibədə də futbolçu ilə danışmışdıq. Sadəcə gedişini gənc olması ilə bağlamışdı ki, Avropa ölkəsinə getməsi üçün bildiyim qədəri ailə üzvlərindən də, valideynlərindən də kimsə orada işləməlidir falan. Burada bir hüquqi məsələlər var, detallar var ki, tam dəqiq ola bilər, nəyəsə yanlış çatdıran. Bu məsələyə görə ləngiyirdi. Gent İsraillə bu futbolçunu istəyir, heyətinə qatmaq istəyir, artıq müəyyən yaşı da var və Gürcüstanın aşağı yaş millilərində də çıxış eləyib. Taran tipli bir futbolçudur, hündürboy. Hazırda bizim futbolda belə bir futbolçuya ehtiyac var. Təki Yusifdən gözləntilərim yaxşı olsun. Yaxşı hücumçudur, bilmək istəyirsən. Mən çox yaxından tanıyıram, oyunlarını da izləmişəm. İstedadlı, bacarıqlı futbolçudur. Həqiqətən çox sevindim millimizə də dəvət olunmasına. Həm buradan təbrik edirəm Yusifi, həm də uğurlar arzulayıram. İnşallah ki, bir gün əsas milli komandamızda adından söz etdirər.